Məlumdur ki, gənc yazıçılar arasında yazıçı Anara və Azərbaycan Yazıçılar Birliyinə qarşı bir sıra narazılıqlar var. Sizcə AYB-də islahat vaxtıdırmı? Mən 21 ildir Anar müəllimlə bir yerdə işləyirəm. Ondan qabaq da mən uşaqlıqdan Anar müəllimin əsərlərini oxumuşam. Anar müəllimin dəfələrlə demişəm ki, bir neçə nəsil Azərbaycan insanının şuurunun, dünya görüşünün, mənəviyyatının formalaşmasında Anar müəllimin əsərlərinin misilsiz rolu olub. Bu gənclərlə bağlı bir ara Anar müəllimi müəyyən istəməyən qüvvələr vardı. Şuurlu şəkildə bu Anara qarşı belə yönləndirirdilər gəncləri və bir çoxları da sonradan peşman olduğunu etiraf elədilər. Bəziləri isə bilməməzlikdən elə dəb halında heç Anarın bir əsərini oxumayıb, Anarla bir söhbət eləməyib, Anarın nə dərəcədə böyük ədəbiyyat adamı olduğunu bilmir. Və mən çox təəssüf eləyirəm və həmişə də çalışmışam ki, gənclərlə Anar müəllimi tanışdırım, onlar Anar müəllimin həqiqi dəyərini bilsinlər. Yazıçılar Birliyində islahatı olar ki, məsələn, mən hesab edirəm ki, Yazıçılar Birliyinin 2000 üzvü var, amma bu düzgün deyildi. Yazıçılar Birliyinin 200 üzvü olmalı. İslahat bu olar. Akreditasiya keçilib 1800 üzvü çıxartmaq.